Salam uşaqlar, necəsiz? Bugün sizə xitabın qaydasını başa salacağım. 8-ci sinif. Deməli, xitab lövhədə yazmışam ki, müraciət bildirən sözlərə xitab deyilir. Xitabda əsasən çağırış nidalarından bir də bunu pozaq. Aha. Çağırış nidalarından məsələn a, ay, ey bunlardan istifadə olunur. Düzdür? Aha. Xitabın gəldiyi ifadə vasitələrinə. İfadə vasitələri. Aha. Xitabın ifadə vasitələri sizə nə ola bilər? İsim, fe'li sifət, bir də nə? İsmi birləşmə. İsmi birləşmə. Aha. Xitab mübtədaya bənzəyir, amma mübtəda deyil. Xitabın quruluşu. Yazaq bura xitabın quruluşu. Xitabın aha, yazdıq. Xitabın sadə iki quruluşu var. Sadə xitablar, mürəkkəb xitablar. Sadə kitablara uşaqlar, məsələn, ayoğul, bu kimi şeylər aiddir. Mürəkkəb kitabları da yazacağım. Mürəkkəb kitablara da əziz ana, gözəl balam, bu kimi şeylər mürəkkəb kitablara aiddir. Aha. Kitablar cümlənin istənilən yerində işlənə bilər. Məsələn, yazaq ki, məsələn, belə bir şey var ki, deyir ki, dağlar sizdə nəyim qaldı? Düzdür? Dağlardan sonra nida qoyulacaq. Çünki dedik ki, kitablar cümlənin istənilən yerində işlənə bilər. Və bu zaman da xitaba aid durğu işarələrindən istifadə edilir. Düzdür? Əgər xitab cümlənin əvvəlində gələrsə, ondan sonra vergül və yaxud da nidadan istifadə edilir. Ortasında gələrsə, hər iki tərəfdə vergül. Sonda gələrsə, ondan əvvəl vergül, sonda isə cümlənin növünə müvafiq durğu işarəsi qoyulur. Dağlar, sizdə nəyim qaldı? Dağlar nida, sizdə nəyim qaldı? Burada böyle olacaqsa, nəyim qaldı? Sual işarəsi. Düzdür? Aha. Kitablarla bağlı bir dənə sizə qayda deyim. Kitablar cümlə üzvləri ilə məna əlaqəsinə girsə də, onlar qrammatik əlaqəyə girə bilmir və buna görə də heç vaxt heç bir cümlə ola bilmir. Cümlə üzvü ola bilmir. Bunu yadınızda saxlayın. Və də suala cavab verə bilmir. Aha, dostlar, bugünkü dərsimiz bura qədər. Sağ olun, salamat qalın.